həkim saatı var və həkimimiz haqqında da istəyirəm əziz tamaşaçılarımız sizə məlumat verin və Paşa Yaqubun da nömrəsi veriliş boyu burada yazılır və bir çoxlarınız efir nömrəsindən də əlaqə saxlayırsınız və onu da qeyd edeyim ki, həqiqətən bu günlərdə yəni sosial şəbəkələrdə də görə bilərsiniz və mətbuatda maraqlı bir xəbər yayıldı ki, tibb elminin sağalmaz hesab etdiyi Parkinson xəstəliyinin Azərbaycanlı həkim müalicə edir və bizim bu Paşa Yaqubdur. Paşa Yaqubu alqışlayaq, həqiqətən var olsun bütün sosial şəbəkələrdə və buna görə sizə alqışlayıram və hətta sağaltdığı xəstələrdən bu xəstəliyi necə sağaldı, video görüntülərlə də paylaşımlar olub və bir çox bizim dəyərli jurnalistlərimiz, həmkarlarımız hər biri Paşa Yaqub haqqında böyük bir müsahibələr hazırlayıblar. Harda doğulmusunuz? Adam rayonu Işıqlar kəndində. Ha. Hansı problemlə gəlmişdiniz siz bura müraciət eləmisiniz? Parkinson xəstəliyim var, burada ayaqlarımda yara var. Paşa doktorun qəbuluna. qəbuluna gəlmisiniz. Neçə seans olmusunuz? 3 seans olmuşam, indi bu daha gəldiyim 4-cü seans. Ha. Sizdə hansı əlamətlər vardı? Bu Parkinsonla əlaqədar sizdə hansı problemlər vardı? Hansı əlamətlər? Əlim əsirdi, ayaqlarım əsirdi, ondan çənəm əsirdi. Belimdə, kürəyimdə ağrılar var idi, boynumda, başımda ağrılar var idi, indi keçiş gedibdi. Ha. İndi ağrılar gedib, əsmə gedib sizdən tamam, yoxsa biraz qalıb? Biraz qalıb, tamam, qabaqçı kimi deyiləm də, indi biraz yaxşıyam. Ha. Demək 3 seans eləyəndən sonra artıq əsmə azalıb, eləmi? Əsmə azalıbdır, bəli. Ha. Sonra əsəb var idi, indi var əsəb sizdə? Yox, əsəblərim keçib. Siz həmişə bura demək yoldaşınızla gəlirdiniz. Ha, indi artıq tək gəlirsiniz. Niyə əvvəl yoldaşınızla gəlirdiniz? Ona görə etibarım yox idi. Yolda biraz gedəndə ürəyim əsirdi, həyəcanlanırdım, təngi nəfəs olurdum, ürəyim darxırdı. Ona görə tək çıxmırdınız, həmişə adamla çıxırdınız, eləmi? Ha. İndi harda yaşayırsınız? İndi Sabunçu rayonu. Ha, Sabunçuda yaşayırsınız. Burada Nizam metrosunun yaxınlığında klinikadır, hospitaldır. Ha, demək ki, oradan bura artıq tək gəlmisiniz, eləmi? Ha, bayaqdan məsələn tək çıxa bilmirdiniz, əsirdiniz, qorxurdunuz, eləmə. İndi artıq o şey yoxdur. Seansdan qabaq gecə neçə dəfə tualetə gedirdiniz sidik üçün? Əvvəl 4 dəfə, 5 dəfə gedirdim. İndi neçə dəfə gedirsiniz, çıxırsınız? Bir dəfə gedirəm. Ha, ha. Artıq bu da düzəlibdir. Sonra ayağınızda sizin qaşla yaralar var idi. Qaşınmadan dediniz ki, gecə yata bilmirəm. İndi necədir? Qaşınır? Qaşınma keçib gedib, yox. Ha, demək 3 seansdan sonra qaşınma qurtardı təmizlik. Birinci seansdan sonra azalmışdı, eləmi? Birinci seansdan sonra azalmışdı. 2 seansda keçəndən sonra səsim yaxşıdır. Ha, indi oldu yaxşı. Sonra ağrı yoxdur. Ha. Başqa nəsə köp var idi. İndi var köp? Yox, indi köp Ha. də. Zaten seansa gəlməmişdən qabaq sizdə yaşamaq həvəsi yox idi. Yaşamaq istəmirdiniz, ölmək istəyirdiniz. İndi yaxşıyam. İndi yaşamaq istəyirsinizmi? Əlbəttə. Ha, indi artıq həyat eşqi bərpa olubdur. Sidikdə göynəmə var idi. İndi var göynəmə. Yox, göynəmə yoxdur. Diz ağrıları var idi, var indi? Yoxdur diz ağrı. O da yoxdur. Yuxusuzluq var idi. İndi necədir? Yaxşı, rahat yatır. Ha, yatırsınız, eləmi? Lap yaxşı. Əsəb keçdi, qara basmalar olurdu sizdə. Elə bir şey gündüz də qara basırdı sizdə, gecədə. İndi var mı? Yoxdur, yox. Yoxdur. Qorxu var idi, indi var? Yoxdur, yox. Əllər, ayaqlar soyuq idi, indi necədir, var? İndi rahatdır, yaxşıdır. Dar yerlərə girəndə hamama, tualetə və yaxud başqa dar yerlərdə ürəyiniz sıxılırdı, dayana bilmirdiniz. İndi necədir? İndi rahat yedirəm. Ha, yoxdur, eləmi? Keçib gedir. Və bu gün həmin xəstəliyi uğurla müalicə edən həkim məhz bizim birlikdə verilişindədir. İstəyirəm Paşa həkim bu haqda danışaq ki, Parkinson xəstəliyinin necə sağaldırsınız? Buyurun. Çox maraqlı mövzudur. Həqiqətən də Parkinson xəstəliyi əsasən əzələ titrəmələri olur. Əzələlərdə bərkimə, hərəkətin ləngiməsi, koordinasiyanın pozulması belə əlamətlərlə özünü göstərir. Tibb elmində bunun müalicəsi ancaq simptomlu və əlamətlərin azaldılması üçün müalicələr aparılır, amma tam müalicəsi yoxdur tibb elmində. Bir qədər əsəbləri sakitləşdirirlər, sinirləri sakitləşdirirlər, biraz titrəmələr nisbətən azalır. Amma tam müalicə olunmur.
tibbdə. Amma bu xəstəliyin yaranmasına səbəb dopamin istehsal edən vəzlərin fəaliyyətinin pozulmasıdır. Tibb elmi bunun hansı səbəblərdən pozulması, necə aradan qaldırılmasında bir qədər tam öyrənə bilməyibdi. Ancaq əsəb sakitləşdirici dərmanlardan, müalicələrdən istifadə edirlər. Mən uzun illər apardığım araşdırmalar və kliniki təcrübələrim göstərir ki, dopamin hormonlarının belə azalması, bədəndə azalması, həmən hormon istehsal edilən vəzlərin ətrafında negativ enerjinin yığılmasından yaranır. Yəni bədənə negativ enerji daxil olur. Bu əsasən alnın arxa hissəsində, beyin nahiyəsində və başın arxa hissəsində, onurğa beynin ətrafında toplanır və bir də hormon vəzlərində toplanır. O cümlədən də dopamin istehsal edən vəzlərin ətrafında bu qara enerji toplanır və bloklayır. Elə bir ki, dopamin istehsalını bloklayır. O bloklanma səbəbindən də bədəndə dopamin satışmır və dediyim Parkinson xəstəliyi yaranır. O insan titrəməyə başlayır, əsir, yeriyə bilmir, koordinasiyası pozulur. Bununla nəticələnir. Biz öz təcrübəmizdə ənənəvi tibbdən yox, qeyri-tibbi vasitələrdən istifadə edirik. Məsələn, bu xəstəlikdə efir enerjisindən istifadə edirik. Bu nədir efir enerjisi? Efir enerjisi müxtəlif kvant nəzəriyyə fizikasına görə bizi əhatə edən aləmdə boşluq deyil. Çox adam elə bilir ki, məsələn, ətraf aləm boşluqdur. Amma kvant fizikasına görə ətraf aləm boşluq deyir, enerjidən ibarətdir. Müxtəlif burada enerjilər var ki, o enerjinin də biri efir enerjisidir. Adı deyirlər, efir dalğalarıdır. Bu enerji efirdə olan dalğaların içərisində şəfa dalğaları da var, şəfa enerjisi də vardır ki, buna müxtəlif dillərdə, müxtəlif dövrlərdə insanlar, məsələn, Hind fəlsəfəsində Hindlilər buna prano deyirlər, Çinlilər qi deyirlər, Yunanlarda aycerdə deyirlər, efir də deyirlər Yunanlarda. İslamda isə buna bəzən ruhani nur, sonra ilahi nəfəs kimi də tanınır bu enerji. Bu enerji dediyim kimi efir enerjisidir ki, biz onu insan bədəninə ötürürük. Ötürəndə o sinir sisteminə daxil olur və sinirləri təmizləyir. Bildiyimiz kimi İnsan bədəni təkcə ətdən və sümükdən ibarət deyildir. İnsan bədənində həm də sinir sistemi var ki, bu sinir sistemi insanın enerji sistemidir. Necə ki, texnikalarda, maşınlarda elektrik sistemi olan kimi, insanlarda da sinir sistemidir. Biz efir enerjisini ötürürük pasiyentə, Parkinson xəstəliyi və yaxud da digər xəstəliyi. Bu vaxtı sinir sistemindəki o bloklar açılır və dopamin istehsal edən vəzlərin ətrafında olan negativ enerji də açılır. O bloklar götürülür, bloklar təmizlənir və insanın əhvalı yaxşılaşmağa başlayır, əsəblər sakitləşir və bu seanslardan sonra insanda titrəmələr azalır, insanın yuxusu normallaşır, əhval-ruhiyyəsi yüksəlir və bir neçə seansdan sonra bizim pasiyentlər adətən görürsə ki, maşınla gəldi, öz maşınla gəlir, sonra maşın sürür, başqa işlər görür, yəni həyat fəaliyyəti bərpa olur, yeriməsi yaxşılaşır, əhval-ruhiyyəsi yaxşılaşır və titrəmir, artıq koordinasiya pozulmur. Bunlar hamısı efir enerjisinin insan bədəninə yönəldilməsi, sinir sisteminə yönəldilməsi ilə əldə olunan nəticələrdir ki, bizim sağaltdığımız pasiyentlərdən başqa kanallara müsahibə verənlər var ki, mənim internet kanalımda həmin müsahibələrlə tanış ola bilərsiniz ki, xəstə öz başına gələn hadisələr danışır, necə vəziyyətdə idi və seansdan sonra özünü necə yaxşı hiss elədi, yeriməsi yaxşılaşdı və yaxud da əvvəlki seanslara öz həyat yoldaşı ilə gətirilirsə, kiminsə vasitəsi ilə gəlirdisə, 3 seansdan sonra artıq insan özü gəlir seanslara, bəzi maşını olan öz maşını ilə gəlir, olmayanda ictimai nəqliyyatın artıq gələ bilir, sərbəst gəzə bilir insan. Başqa bir ürək sözünün adında nə deyə bilərsən? Ürək sözünün odur ki, Allah paşa doktorun ömrünü uzun eləsin. Onu deyib gəlmişik, inşallah onun əllərinin, nəfəsinin köməyinə inşallah sağalıb gedərik Allah. İnşallah. Şəfa Allaha məxsusdur, qüdrət Allaha məxsusdur. İnşallah sağ olasın. Allah şəfa paşa həkimin ömrünü uzun eləsin, canını sağ eləsin. Bizim köməyimiz olsun həmişə. Amin. Çox sağ ol. Allah köməyiniz olsun.
Bəli, doktor, təşəkkür edirəm bax belə geniş danışdığınıza görə və əziz tamaşaçılarımız Paşa Yaqubun veriliş boyu nömrələri bax burada yazılır. Buyurub əlaqə saxlaya bilərsiniz. Bir çox xəstəliklərlə də bağlı. Sadəcə verilişdə bizim də nömrə ilə də əlaqə saxlayın, amma Paşa müəllimin özü ilə əlaqə saxlasanız çox gözəl olar.